Xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Vişnovkanın ən gözəl yerində 10 kisot torpaq sahəsinin üzərində möhtəşəm bir bağırımız çıxıb satışa. İnşallah qeyd etdiyimiz təqdimata ehtiyac yoxdur. Özünüz görəcəksiniz. 10 otaqdan ibarətdir və sanuzəlləri var. Evin torpağının çıxarışı var. 3 mərtəbədir də. Aşağı padvaldır. Padval hissəsində tam təqdim edəcək sizlərə. Evin sağ-sol hissəsinə rahat şəkildə keçidi var və arxa hissəsində basen nəzərdə tutulub. Hətta içəridə də manqalxanası var. Sağ tərəfi göstər, qardaş. Bu tərəfi göstər. Bu tərəfi göstər. Bax, 2 maşınlıq həyət qarajında nəzərdə tutulub və keçək evin arxa hissəsinə. Evin arxa hissəsindən də giriş var evə. Və arxa hissəsindən keçək evə inşallah daxil olaq. Evin arxa hissəsində də sanuzeli var. Böyük bir ev eşidir. Qeyd etdiyim kimi 450 kvadratdır. Keçək arxa hissəsini sizlərə təqdim edək. Arxa hissəsində də bax belə bir əlavə torpaq sahəsi var. Və keçək basen olan düz basen hissəsi hazır deyil. Onu arxadan çək qardaşım. Tam arxa hissəsində izləyəcəyimizə göstər. Gəl qardaşım. Bu hissəni göstərək. Basen hissəsi nəzərdə tutulub, ancaq tamamlanmıyor. Və orada da otaqlar nəzərdə tutulub. Bu hissəsini göstərək sizlərə. Bu hissəsini təqdim elə. Və inşallah orada da giriş-çıxışın qapısı var. Olan belə göstər, ehtiyac yoxdur. Və buradan eyni qayda ilə evin belə deyək, qabaq tərəfinin çıxışı var. Və keçək buradan içəri hissəsini təqdim edək. Böyük bir bağdır. Və onu da nəzərinizə çatdığım şey həqiqətən də gözəldir. Vallahi hər kəsin qeyd etdiyim ki, malına mülkünə bərəkət versin. Alan da, satan da xeyrini görsün inşallah. Əsası odur. Və qalxaq, xanı təqdim edək. Bu arxa hissədə hamısı istipoldan ibarətdir ya. Burada demək olar bir otaqlı manqalinisidir. Fikir verin. Və qardaş 265 min deyir indi. Yəqin ki, reallıq olsa endirmə olacaq. Və burada sanuzeli hissəsi nəzərdə tutulur. Bunu göstər. Və burada koridor hissəsidir və gəl bu tərəfə. Fikir ver. Bunu göstər. Və maşallah otaqlarda çoxdur və sanuzeli də çoxdur. Gəl qardaşım bura. Bu hissəni təqdim elə, zal hissəsini təqdim elə. Və burada da eyni qayda gəl bura. Burada da demək olar ki, otaqların əksəriyyətində sanuzeli var. Duş kabini ilə belə nəzərdə tutulub. Və padval hissəsində eyni qayda ilə. Proyekt demək olar 1, 2, 3 mərtəbə eyni proyektdir. Padval hissəsini göstərək sizlərə. Padval hissəsində demək olar ki, eyni qayda, eyni. Buranı göstər istipoldur. Qardaş deyir, buranı özüm üçün nəzərdə tutmuşdum. Hətta idman zalına qədər yəni var. Bunu göstər. Gəl idman zalı olan hissəsini göstərək. Burada idman zalısı nəzərdə tutulub. Gəl qardaşım. Yenə eyni qayda ilə burada sanuzel və orada var. Olanı da göstər. Və qalxaq inşallah 3-cü mərtəbəsinə. Belə deyəcək, yeri həqiqətən də yaxşı yerdir. Kimə varsa, düzü biraz məsafəsi var, ancaq yaxşı yerdədir. Və qalxaq, 3-cü mərtəbə qalxaq. Üçüncü mərtəbəni göstərək. Açıq elanına qədər yəni var. Nazəhətimiz təqdim edir. Sanuzeli. Gəl qardaşım.
Buradakı otaqları təqdim et. Təqdim elə. Bura açıq heyvansın nəzərdə tutulub. Sanzelini göstər. Burada da 2 dənə var. 2 dənə, 3 dənə burada da sanzeli var. Təqdim elə bunları. Hissəsini təqdim elə. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Vişnovkadadır, Albalıdadır. 12 sot torpaq sahəsinin üzərindədir. 450 kvadratdır. Evin torpağın çıxarışı var. Və 10 otaqdan ibarətdir. Qeyd etdiyimiz kimi, arxa hissəsində gördüyümüz kimi basenisi, manqalnisi. Qiymət 265 mindir, yəni qardaşımız deyir ki, 265 mindir. Yəni reallıq olsa, real müştəri olsa endirmə olacaq. Səhifəmizi izləyib bəyəndiyi üçün Məşraq Almaq Əməkdaşları Rəhbərliyi adına sizdən təşəkkürümüzü bildiririk.